bura çox bərbad vəziyyətdə idi. Uşaqlarımız məktəbə gedib gələ bilmirdi. Özümüz küçəyə çıxıb zibil aparıb ata bilmirdik. Kanal 21 xəbər verir ki, Ağcabədi şəhərinin Səməd Vurğun küçəsində yollar uzun müddət bərbad vəziyyətdə idi. Yağışlı günlərdə küçə palçıq içində qalır, sakinlər çörək almağa, uşaqlar isə məktəbə getməyə çətinlik çəkirdilər. Məsələ ilə bağlı sakinlər Ağcabədi şəhər bələdiyyəsinə müraciət etdikdən sonra bələdiyyə sədri İsmail Rəsulov dərhal reaksiya verib. Onun tapşırığı ilə ərazidə abadlıq işlərinə başlanılıb. Küçə boyunca ot və kolluqlar təmizlənib, yolun keçilməz hissələri bərpa olunub. Sakinlərin sözlərinə görə bələdiyyə bu məsələdə çox çevik və məsuliyyətli davranıb. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Hal-hazırda gördüyünüz kimi Ağcabədi rayon Səməd Vurğun küçəsində dəyərli izləyicilər, Səməd Vurğun küçəsi həqiqətən də bərbad bir vəziyyətdədir. Küçə sakinləri Ağcabədi şəhər bələdiyyəsinə müraciət elədilər. Sağ olsun, Ağcabədi şəhər bələdiyyəsi gördüyünüz kimi hardasa bir 2 kilometr yolu təmir elədilər. Biz də Kanal 21 adından və küçə sakinləri adından Ağcabədi şəhər bələdiyyəsinə və əziyyəti keçən hər bir şəxsə öz təşəkkürümüzü, minnətlarımızı bildirir. Allah dövlətimizi, millətimizi qorusun. Tağıyeva Göyçək, bu küçənin sakiniyəm. Hansı küçədir bu? Səməd Vurğun küçəsinin. Bura çox bərbad vəziyyətdə idi. Uşaqlarımız məktəbə gedib gələ bilmirdi. Özümüz küçəyə çıxıb zibil aparıb ata bilmirdik. Gedib bələdiyyəyə biz müraciət elədik. İndi gəldilər, buranı düzəltdilər. Allah dövlətimizin, Allah bələdiyyəmizin həmişə üstündə dursun. Allah köməkləri olsun. Minnətdarıq onlara. Amin. Dayı, buyur. Bizim küçəmiz xarab idi. Biz getdik Ağcabədi bələdiyyəsinə, xahiş elədik ki, Səməd Vurğun küçəsində gedib gəlməyə çətinlik, qışda çətinlik çəkirik. Sağ olsun Ağcabədi bələdiyyəsi gəldi, yolumuzu bərpa elədi. Allah Taala bayrağın, hökumətimizin bayrağını uca eləsin, bələdiyyəmizə uzun ömrü can sağlığı arzulayır. Amin. Allah sizə dəyməsin. Allah ömür versin. Allah dəyməsin sizə, bala. Allah dəyməsin. Allah üstü uzad olsun. Hörmətiniz artıq olsun. Bizim sözümüzə baxdığınıza görə, ələ aldığınıza görə bizim şikayətimizi Allah sizi həmişə var eləsin. Məcidova Elza, Səməd Vurğun küçəsində yaşayıram. Bələdiyyə müraciət elədik, gəldi sağ olsunlar. Kömək elədilər, küçəmizi düzəltdilər. Allah köməkləri olsun, sağ olsunlar.